Bəzən səssizlik çox şey deyir, bəzən də insanın hər kəlməsi o səssizlikdə ilişib qalır. Eşitmək və danışmaq imkanı olmayan şəxslər üçün bu dünya kifayət qədər mürəkkəb, bəzən də kənar görünə bilər. Onların üzləşdiyi anlaşılmazlıq artıq yeni bir mərhələyə keçir. Surdo tərcümə xidməti bu səssizliyin içində bir yol açır. Zəhranın yaşadıkları təkcə onun hekayəsi deyil. Bankda, xəstəxanada, dövlət qurumlarında başa düşülməmək, bu hər gün yenidən yaşanan bir çətinlikdir. Sadəcə başa düşülmək istəyən bir cümlə bəzən ən mürəkkəb maneəyə çevrilə bilir. Bir çox eşitmə məhdudiyyəti şəxslər bizə bu barədə müraciət edir ki, biz gedirik, yaxınlaşırıq, bizi başa düşmürlər və yaxud da ki, təcrübəsi istəyirlər. Yəni, bildiyiniz kimi bizim ölkəmizdə də təcrübəsi xidməti demək olar ki, çox azdır. Ən çox böyük problemlərdən də biri budur ki, bizdə təcrübəsi xidməti azdır. Məsələn, bölgələrimizdə təcrübəsi demək olar ki, yoxdur. Bakıdan bölgələrə gedir təcrübəsilər və yaxud da ki, bölgədən Bakıya gəlirlər ki, hər hansı bir sənəti təcrübəsinin vasitəsilə həll eləsinlər. İndi Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu boşluqları dolduran bir sistem istifadəyə verilib. Onlar artıq yazmır, danışmır, sadəcə bir zənglə səslərini duyura bilirlər. Sadəcə bir baxış, jest və ekranın o tayında onları anlayan bir insan. İlk dəfə ölkə üzrə eşitmə və nitq məhdudiyyətli şəxslərlə onlayn ünsiyyətə əsaslanır. Bu kateqoriyadan olan vətəndaşlar WhatsApp vasitəsilə bu xidmətlərdən faydalana bilərlər. Bizim operatorumuzla əlaqə saxlayırlar. Operator həmən kateqoriyadan olan vətəndaşların dövlət qurumları ilə, özəl sektor ilə və yaxud digər ehtiyacları üzrə üçüncü şəxslərlə əlaqələndirməsini həyata keçirir. Hazırda tətbiq edilən onlayn sistem eşitmə və nitq məhdudiyyəti olan vətəndaşlara real vaxt rejimində əlaqə qurmaq və yardım almaq imkanı yaradır. 055 213 1997 Səsiniz olaq surdo tərcümə xidmətinin əlaqə nömrəsidir. Eşitmə və nitq məhdudiyyəti olan şəxslər bu nömrə vasitəsilə bizlə video görüntülü zəng şəklində əlaqə saxlayırlar və biz həmin şəxslərin müraciətlərinə baxırıq və onları əlaqəli qurumlarla, üçüncü şəxslərlə və yaxud da şəxsi ehtiyacları ola bilər, bunlarla bağlı ünvanladıqları sorğuya görə yönləndiririk. Yeni sistemin imkanları artdıqca istifadəçi sayı da artır. Amma vətəndaşlar üçün vacib olan amillərdən biri də xidmətin peşəkarlıq səviyyəsidir. Xidmətə cəlb olunan surdo tərcüməçilərin seçimi müəyyən meyarlar əsasında aparılır. Müsahibə və praktiki bacarıq qiymətləndirmələri bu mərhələnin əsasını təşkil edir. Seçim prosesi əsasən müsahibə və praktiki bacarıqların qiymətləndirilməsi əsasında aparılır və bu istiqamətdə peşəkar namizədlər seçilir. Ünsiyyət hər kəsin haqqıdır. Danışa bilməyənlərin də, eşidilməyənlərin də. Surdo tərcümə xidməti bu haqqı gerçəyə çevirir. Jestlər vasitəsilə, baxışlarla, bir insanın digərinə çatmaq istəyi ilə və bəzən bir jest min sözə dəyər olur.